Orta ixtisas təhsili ümumi təhsilin tərkib hissəsi olmaqla ölkəmizin sosial-iqtisadi inkişafına təkan verən aparıcı qüvvələrdən biridir. Müstəqillik əldə etdikdən sonra bir sıra təhsil obyektləri təkmilləşərək öz fəaliyyətlərini zamanın tələbinə uyğun qurmuş, eyni zamanda yeni orta ixtisas təhsili müəssisələri fəaliyyətə başlamışdı. Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində yaradılan İnşaat Kolleci də belə təhsil obyektlərindən biridir. Sovet dönəmində ölkəmizdə fəaliyyət göstərən texnikumların bir qismi müstəqillik dövründə bağlandı və yaxud birləşdirilərək profili dəyişildi. Belə texnikumlardan biri də İnşaat Texnikumu idi. Bu texnikumun bağlanması ilə bu sahədə kadr hazırlığında bir boşluq yarandı. Məhz bu boşluğu doldurmaq üçün Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kolleci yaratmaq təşəbbüsü ilə çıxış etdi. Hörmətli rektorumuz 2004-cü ildə Nazirlər Kabinetinin qərarı ilə universitetimizin nəzdində İnşaat Kolleci yaradıldı. Kollecimizə qəbul ümumi orta təhsil bazasından və tam orta təhsil bazasından həyata keçirilir. Fəaliyyətə başladığı dövrdə qəbul planı cəmi 140 nəfər idi. Hal-hazırda isə əyani və qiyabi şöbədə birlikdə 800-ə qədər tələbə təhsil alır. Təhsil dili Azərbaycan dilidir. Deməli, əsas ixtisaslarımızdan qeyd eləmək istəyirəm dizayn ixtisası, bina və qurğuların tikintisi, tikinti məmulatlarının texnologiyası, qaynaq istehsalının metallurgiyası, hansı ki, bu sahədə bugün orta ixtisaslı kadrlara tələbat daha böyükdür. Yarandığı ilk gündən kollecin pedaqoji kollektivinin əsas məqsədi təhsilin müasir standartlara uyğun təşkil olunmasına, səriştəli mütəxəssislərin hazırlanmasına nail olmaqdır. Bunun üçün kollecdə həm tədris proqramları, həm də təlim-tərbiyə prosesi, nizam-intizam qaydaları təhsil strategiyasının tələblərinə uyğun qurulur. Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası və bu strategiyanın həyata keçirilməsi üçün təsdiq olunmuş fəaliyyət planına uyğun olaraq bizim qarşımızda orta ixtisas təhsili qarşısında böyük vəzifələr qoyulmuşdur. Bunlardan innovativ təhsil metodlarının tətbiqi, təhsilin idarə olunmasında şəffaflığın təmin edilməsi, təhsil müəssisələrində müasir avadanlıqlarla təchizat, internet şəbəkəsinin, fasiləsiz internet şəbəkəsinin qurulması və s. Bax, bu cür prosesləri biz əlimizdə rəhbər tutaraq öz fəaliyyətimizi qurmağa çalışırıq. Məqsədimiz əmək bazarında rəqabətə davamlı kadr hazırlığıdır və bununla yanaşı bildiyimiz kimi təhsilimiz bugün şəxsiyyət yönümlü təhsildir. Yəni bizim vəzifəmiz həm kadr hazırlamaq, həm də tələbənin şəxsiyyət kimi yetişdirməkdən ibarətdir. Hesab edirəm ki, tələbənin şəxsiyyət kimi yetişməsində asudə vaxtın təşkilinin böyük rolu vardır. Bu sahədə bizim kollecdə çox mühüm işlər görülmüşdür. Deməli, tələbələr müxtəlif idman bölmələrinə cəlb olunmuşlar. Yaxşı futbol komandamız var. Bu yaxında universitetimizin 40 illiyinə həsr olunmuş bir yarışın, futbol yarışının qalibi oldu. Təhsilin inkişafı üzrə dövlət strategiyası haqqında sərəncam imzalamasından sonra təhsildə mühüm dönüşlər, yeniliklər tətbiq olunmaqdadır. Bizdə də biz təhsil müəssisəsi olaraq Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində İnşaat Kolleci olaraq biz də bu strategiyanın müddəalarını, strategiyanın xırdalıqlarını tətbiq etməyə çalışırıq. Burada da əsas götürdüyümüz predmet şəxsiyyət yönümlü təhsil paradigmasına əsaslanır ki, biz həm də təhsildə fərqlənən deyil, həm də
bir şəxsiyyət kimi fərqlənən cəmiyyətə yararlı kadrlar yetişdirməyi qarşımıza məqsəd qoymuşuq. Elə bu istiqamətdə də işlər görülür. İnşaat kollecində hazırda nəqliyyat vasitələrinin təmiri və servisi, bina və qurğuların tikintisi və istismarı, qaz təchizatı sistemi və avadanlıqların quraşdırılması və istismarı, qaynaq istehsalının metallurgiyası, texnologiyası və avadanlıqları, dizayn, informasiya texnologiyası sistemləri, geodeziya və xəritəçilik, menecment, kommersiya, tikinti məmulatları və konstruksiyaları istehsalı və digər ixtisaslar üzrə kadr hazırlanır. Tələbələrin hərtərəfli inkişafı və bacarıqlı mütəxəssis kimi yetişmələri üçün kollecdə hər cür şərait yaradılıb. Qarşımızda duran ən əsas vəzifələrdən biri də bugün təhsil verənlərin peşəkarlıq səviyyəsinin mütəmadi yüksəlməsidir və bu məqsədlə də biz kollecimizin müəllimlərini, onu da qeyd edeyim ki, kollecimiz kollektivi çox gəncdir. Orta yaş bizim kollecdə 38 yaşdır. Təsəvvür edirsiniz, əməkdaşlarımızın 80%-dən yuxarı magistr elmi dərəcəsi olan müəllimlərdir. O cümlədən fəlsəfə doktorları, dosentlər və baş müəllimlər də bugün bizim kollecimizdə kadr hazırlığında bizə kömək edirlər. Kollecimizdə tələbələr təhsil aldıqları müddətdə istehsalat, tədris pedaqoji, texnoloji və buraxılış qabağı təcrübələr keçirlər. Bu təcrübələrin keçirilməsinin əsas məqsədi tələbələri istehsalat prosesi ilə daha yaxından tanış eləməkdir və təbii ki, nəzəri dərslər başa çatdıqdan sonra bəzi hallarda isə nəzəri dərslərlə paralel bu təcrübələri keçirik. Universitetimizin nəzdində çox gözəl, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalar var. Bunlar bizim kollecin tələbələrinin tam ixtiyarındadır. Yəni, hər zaman dərs prosesi zamanı bizim tələbələrimiz bu laboratoriyadan mütəmadi olaraq istifadə edirlər. Kollecin dizayn ixtisasında təhsil alan tələbələrin əl işlərindən ibarət müxtəlif incəsənət nümunələri diqqəti cəlb edir. Burada tələbələrin əl işləri ayrıca bir otaqda sərgilənir. Onların fərdi yaradıcılığı ixtisas müəllimləri və peşəkar mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Vaxtaşırı keçirilən müxtəlif sərgilərdə və yaradıcılıq müsabiqələrində kollecin istedadlı tələbələri də iştirak edir və layiqli yerlər qazanırlar. Kollecdə tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi üçün lazımi tədbirlər görülür. Onlar müxtəlif idman yarışlarında, intellektual oyunlarda və rəqs dərnəklərində fəal iştirak edirlər. Kollecimizdə ən aparıcı ixtisaslardan biri bugün dizayn ixtisasıdır. Siz özünüz də şahidi oldunuz, çox gözəl əl işləri var tələbələrimizin və bu təsviri incəsənətin müxtəlif sahələrində, dizaynın müxtəlif istiqamətləri üzrə çox möhtəşəm əsərlər ərsəyə gətirmişlər və biz hər il mütəmadi olaraq Ulu Öndərimiz Heydər Əliyevin doğum günü ilə əlaqədar bu bizdə artıq bir tendensiya halını alıb, tələbələrin fərdi yaradıcılıq işlərinin sərgisini keçirdirik, həm də müsabiqə şəklində keçirdirik. Hər il 3-4 nəfər tələbəmiz qalib olur. Bura biz ölkəmizin müxtəlif təşkilat, təhsil müəssisələrindən qonaqları dəvət edirik, həm Təhsil Nazirliyindən qonaqları dəvət edirik. Bundan əlavə Rəssamlar İttifaqının üzvlərini dəvət edirik və münsiflər heyəti kimi onlar tələbələrin əsərlərini qiymətləndirirlər.
Dizayn ixtisasında da tələbələrimiz yüksək göstəricilərlə demək olar ki, seçilirlər. Əsasən də nəyə görədir? Mən bir faktı da sizin diqqətinizə çatdırım. Universitetdə qəbul olmaq istəyən tələbələr ki, hansı ki istedadlı tələbələrdir. Amma istedadlı tələbələrin də bəzən çoxu necə deyim, yüksək bal toplaya bilmədiyinə görə universitetə qəbul ola bilmir. Amma onun istedadı yerində qalır, ilahi verdiyi istedadlı yerində qalır və o zaman bu kollecdə gəlib İnşaat kollecində öz təhsilini davam elətdirmək istəyir, orta ixtisas təhsili almaq istəyir. Buna görə də bizdə güclü demək olar ki, dizaynerlər fəaliyyət göstərir. Elə sizin özünüzün də yəqin ki, müşahidə aparmısınız. Yaxşı əl işləri var. Tələbələrin bu əl işlərindən ibarət müntəzəm olaraq biz sərgilər təşkil edirik. Həm universitetin nəzdində fəaliyyət göstərən sərgi salonunda, həm də universitetdən kənarda. Sonra tələbələrimizin əl işlərinin müəyyən muzeylərdə saxlanılması üçün bizə müraciətlər olur və biz böyük məmnuniyyətlə onlara əməkdaşlıq eləməyə qapılarımızı açmışıq. Kollecdə tədris olunan fənlər üzrə mühəndis sistemləri və inşaat, ümumtəhsil və informasiya, texniki, texnoloji, dizayn, dil və ədəbiyyat birləşmələri fəaliyyət göstərir. Təhsil aldıqları müddətdə tələbələr istehsalat, tədris pedaqoji, texnoloji və buraxılış qabağı təcrübələr keçirirlər. İstehsalat təcrübələri tələbələrin gələcəkdə işlə təmin olunmasında da mühüm rol oynayır. Həm universitetimizin, həm digər ali məktəblərin bax bu təcrübə bazasından, tədris təcrübə bazasından geniş istifadə edirik. Bundan əlavə biz Azərbaycanda məşhur istehsalat sahəsində məşhur olan bir neçə şirkətlə müqavilə bağlamışıq və onların istehsalat bazasında tələbələrimiz təcrübə keçirlər. Məsələn, buna misal olaraq Knauf, Hers, Faberlik, Buxar MMC və digər bax bu cür müəssisələri misal göstərmək olar. Bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq yeni 3 ixtisas üzrə kadr hazırlamaq təşəbbüsü ilə biz Təhsil Nazirliyi qarşısında çıxış elədik və onlar da bunu çox müsbət qarşıladılar. Və bu ixtisasları açana qədər bu sahədə aparıcı şirkətlər olan Azəristilik Təchizat Açıq Səhmdar Cəmiyyəti, Azərsu Açıq Səhmdar Cəmiyyəti və Azərişıq HSC-yə biz müraciət elədik. Və onlardan da onlar bu təklifləri çox müsbət qarşıladılar və hətta Azəristilik Təchizat Açıq Səhmdar Cəmiyyəti bugün 25 nəfər məzunu işlə təmin eləməyə razılıq verdi. Eyni zamanda Azərsu Açıq Səhmdar Cəmiyyəti də bölgələrdə bax bu ixtisasa böyük tələbat olduğunu vurğuladılar. Təhsil ocağında bir sıra kütləvi tədbirlər və anma mərasimləri də keçirilir. Bu da tələbələrin bir vətəndaş, şəxsiyyət kimi formalaşmasına kömək edir. İnşaat kollecinin beynəlxalq əlaqələri də ilbəil genişlənir. Beynəlxalq əlaqələrin inkişafında səylərimiz var. Bu yaxınlarda elə məlumat üçün sizə bildirim ki, Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Heydər Əliyev məktəbindən biz qardaş məktəb olması, bizim kollecimizin qardaş məktəb olması uyğun görülübdür. Bu yaxınlarda böyük nümayəndə heyətindən bizim orada iştirakımız, yəni mübadilə haqqında bir görüşlərimiz nəzərdə tutulubdur. Tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün də biz kifayət qədər işlər görürük. Keçən semestr ərzində narkomaniya yox deyək, gənclər zərərli vərdişlərə qarşı, talassemiyanın gətirdiyi bəlalardan bəhs edən gənclərdə maarifləndirmə xarakterli, gənclər arasında maarifləndirmə xarakterli tədbirlər gerçəkləşdirdik. Bundan başqa gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi üçün də bir sıra tədbirlərimiz həyata keçirilir ki, bu zaman həm Azərbaycanımızın coğrafiyasını tanıtmaq, həm Azərbaycançılıq ideologiyasını aşılamaq qarşıda duran prioritet məsələlərdən olur. Yəni təhsil və vətənpərvər kadr kimi yetişmək bir mənalı olaraq paralel şəkildə həyata keçirilir.
İnşaat kolleci 10 ildir ki fəaliyyət göstərir. Qısa zaman kəsiyində təhsil obyekti öz imkanlarını xeyli genişləndirib. Bura üst tutan tələbələrin sayı ilbəil artır. Əsas məqsəd isə əmək bazarında rəqabətə davamlı kadr hazırlamaqdır.